Herkese selam dostlar. Bugün sizlerle birlikte yepyeni bir video seçeceğiz. Bu video nedir? Biraz uzun olabilir bu video. Buraya kadar bitirdiğim, bitirmediğim, ne bileyim benimle devam edən, eləməyən, eləməyini istədiyim və yaxud eləməyini istemediğim makyaj malzemelerini, bakım malzemelerini, saç malzemeleri falan bunların hamısını ayıklayacağıq. Niye? Çünkü əslində bunların hamısını saxlayırdım. Qutaranları da atmırdım. Bilmirəm niye atmaq gereği duymurdum. Və yaxud da ne bileyim qabı xoşuma gəlirdi, başka bir şey falan. Önce de atmırdım. Hətta çok kullanmadığım rujlarım falan var. Onları da atmırdım ki belki bir gün lazım olar falan diye atmırdım. Qoxusu xoşuma gəlməyən, rəngi xoşuma gəlməyən falan çox su qalıb bu hələ məndə. Ama bu gün ona son verirəm həqiqətən də. Çoxsunu bitirəcəm. Yəni ki məndən artıq getməyəcək. Çoxsu devam edəcək. Çünki sevdiyim şeyler var, təzə aldığım şeyler de var. Ona görə də bugün hamısına bir baxacağıq və keçək. Deməli, o kadar şey var. Bilmirəm nədən başlayayım həqiqətən də. İlk bilmirəm nədən başlayayım. Məsələn, ilk saç bakım malzemələrindən başlayaq. Onsuz da bakım malzemələrini bitirmişəm, az yəni. Belə bir ısı koruyucu var idi. Hələ bitməyib, düzü çox az qalıb içində, amma bitmiş sayılır. Açıkçası çok da bəyənmirdim. Yenisini almışam. Reklam değil. Yenisi de budur. Bunu artık kullanıram. Bunu kullanmıram yani. Ona görə də bu artık gedir. Yani bitmisən. Yani çok az qalıb. Ona görə də bu artık bizlə devam eləmir. Bura qoyaq. Sonra saç bakım malzemelerden bunu məncə hər kəs bilir. Bir dəqiqə. Bu yani çok məşhur yağdır. Saç yağıdır. Bunu da bitirmişəm. Qalmayıb. Hətta bunun ikincisini bitirirəm artıq. Çok yaxşı yağdı ama yenisine geçtim. Yenisi de budur. Böyle bir yağdı. Bunu istifadə edirəm artıq. Bu da qutarıb tam. Yani hiçbir şey qalmayıb içində. Bunu da bizlə devam eləmir. Bu da gedir. Yani niye devam eləsin zaten çok az. Yani qutarıb demək olar. Sonra belə bir saç box var. Çok balacaydı. Çok az qalıb yəni içində. Çok az qalıb. Yenisine kesmişəm. Yani ki ümumi işlədirik düzdür ama yenisi kesmişəm. Ona görə də bunu artıq bu da gidiyor bizden, ayrılıyor arkadaşlar. Ondan sonra ne keçək? Bir dakika baxım, aydınlaşdırım sonra çünkü çok şey var ve içim batır yani başım qatır. Saç bakım malzemeleri bu kadardı. Zaten çok bitirməmişəm yani. Ay bir dakika telefonu sabit. Yani zaten hamısını bitirə bilməzdim çünkü çoxdur yani. Hələ təzələri nə qədər var, ona görə də onları bitirə bilməzdim zaten. Yəni bitirdiyim saç bakım malzemeləri bu qədərdir. İndi keçək digərlərinə. Makyaj malzemələrini keçəcəm artıq. Belə bir ruj var. Bu məndən artıq nə qədər davam edir, çox az qalıb. Bu da artıq bizdən davam eləmir. Bu da gedir. Bu da gedir. Bunun qoxusu, rəngi falan qəşəngdir əslində, amma çox qalıb yəni. Ambalajı da çox qəşəngdir, onu da atmadım. Bəlkə də saxlayıram, çünki mən belə bir şeylərlə takıntım var, yəni. Görə bilərsiniz mən də elədim, amma atmağı düşünürəm. Bunları niyə saxlayıram? Çünki ambalajı xoşuma gəlir və yaxud deyirəm ki, bir tarif görürəm, məsələn, nəsə qəribə bir şey görürəm, bunda eləyə bilərəm kimi düşünürəm. Ona görə heç birini atmağa qıyamıyorum. Sonra belə bir bitirdiyim bu markanın reklam değil, hiçbir şey reklam değil. Bu markanın BB kremi var. BB kremi de primer var. Bunu da artık bitirmişim yani hiç gelmedi içinden. Bu da gidiyor artık. Bay bay diyelim. Sonra belə bir şey var. Bunu ben de görmüşsünüz makyaj videolarında. Düz içinde hələ bir ton ürün var. Bitirməmişəm. Ama hiç kullanmıram yani. Belki anam falan kullanır. Ay açılmıyor. Kullanır diye bir şeydi. Kullanır diye saxlayıram. Mən rəngi qoxusunu falan xoşlamıram artıq. Üzümdə qaşındırır biraz. Ona görə artıq bunu kullanmıram. Bu da bilmirəm, yəqin gedəcək amma hələ qalsın. Bəlkə anam istifadə edib bilər. Sonra arkadaşlar böyle bir Allah'ım beni at diye ben yalvaran şeyim var. Kempal diye görürsünüz ne haldadır. Bu bilmirəm. İçində hər ürün var düzdür ama bitmiş sayılır daha yani. Bilmiyorum. Bir de atarım. Anam diye niye attım falan. O yüzden korkuyorum ama yani bitik ve kırıktı. Bilmiyorum. Sonra benim böyle bir tenim var. Lütfen gülmeyin. Kapağı kırılıb ve ben de buna kapak yaratmaya çalışmışam. Ama rənglərinə baxın. Həqiqətən müthiş rəngləri var. Düzdür çox bəziləri qutarıb ama müthiş rəngləri var. Ona görə buna heç bir şəkildə atmaq qıya bilmirəm. Mənim rəng tenim bir dənə budur.
belə necə cosplay makyajlarında, yəni fərqli makyajlar eləyəndə bunu kullanıram. Başqa kullanacağım heç bir şeyim yoxdur. Ona görə də bunu atmıram. Və yenə də atmayacağam. Hər də məndən davam eləyir. Bir köşədə qalıyor. Bu bizdən davam edir. Sonra bir dırnaqlarım var. Bu dırnağın bir dənəsini bitirmişəm. Amma yerinə başqası yenilənib deyə bunu da atmayacağım. Yəni bir dənəsi itib sadəcə. Bunu bir dəfə istifadə eləmişdim. Yəqin görmüşdünüz vlogda. Bu qalır mənimlə hələ də. Sonra belə bir şey var. Bu nədir? Bu şey çıxıb bura falan yapışdırırlar. Bu elə bir şey, belə bir şey. Görüyor musunuz bilmiyorum. Bunu düşünürəm ki, belə cosplay makyajı eləyəcəm. Ev makyajı düşünürəm, onu da kullana bilərəm. O yüzden de bunu da atmıram. Bu da qalsın bizlə. Tamam eləsin. Belə bir şey var. Mən bilmirəm ki, nə highlighterdır, nə yadına çıxdı. Allıqdır. Bilmirəm yəni nədir bu. Ona görə də oh my gosh, əzlib özdə. Belə bir özündə fırçası var. Belə bir fırçadır. Mən bu yumru top olur. Elədi bu. Mən bunu əzmişəm. Amma heç kullanmıram. Yəni nə olduğunu bilmirəm. Çünki highlighter kimi highlighter deyil, allıq kimi də allıq deyil. Həqiqətən dağıldı. Allah kahretsin. Nəysə. Bu bilmiyorum. Anamdan soruşacağım nədir? Kullanır mısın? Kullanmıyor musun? Yoxsa atacağım yəni. Belə bir ten palet var. Amma ten paletin başına gəlməyən qalmayıb. Mən bizdə niyə bilmirəm. Ten paletin həmişə qapağı qırılır. İçində bir sürü ürün var. Bəlkə bunları təmizləyərdim də, amma bu videoda düşünmürəm. Belə bir ten paletdir. Rəngləri çox müthiş, çox pigmentlidir. Arxasında belə bir gözlüsü var. Belə bir şey. Belə bir şeydir. Sonra bu da ki anam bəlkə kullanır ama yəni bilmiyorum. Allah affetsin. Sonra belə bir bu yeni kimidir yəni 3 ay falan değil aldığım. Highlighter'da dur pigmenti çox bu dəqiqə gözümdə də o var. Burnumda da var. Pigmenti çok qəşəngdir. Bu benimle devam ediyor. Aşkım seni çok seviyorum. Bu da kalsın burada. Sonra bu da ki benim sponsor kutumda böyle bir şey. İçinde kaslarım var. Bu da ki devam ediyor. Zaten bunda hiçbir şey olmayıp yepyenidir. Yeni almışım yani. Böyle bir şeydi. Bu həqiqətən çox qəşəng maskaradır. Baxın. Bunu bitirmişəm. Bu qalır. Bu təzədir yəni. Mən niyə bunu saxlayıram bilmirəm. İçində biraz ürün var amma yəni qurtarmış kimidir. Quruyub yəni. Bunu da bilmirəm niyə atmıram. Mənim takıntım var herhalde. Onca da bu gidiyor arkadaşlar. Atıyoruz yani bunu. Sonra bir dakika. Böyle bir krem var. Krem bilmiyorum ne içindir. Anamın da diyesem bu. Hele bitmeyip biraz var içinde. Bu anamın da sanırım. Özellikle dokunmuyoruz. Sonra böyle bir fondötendimi, concealer'ımı yadımdan çıxıb üstü silinib, bilmirəm hansı markadır. Ama içinde dop dolu ürün var yani. İçinde çok ürün var. Ama bunu hiç kullanmıram. Niye bilmirəm. Herhalde sevmirdim. Ona görə kullanmıram. Bu bilmiyorum ya. Bu kalsın. Çünkü hiç kullandığım yadıma gəlmir. Ne kullanmışım onu bilmirəm. Sonra böyle bir ruj var. Bu her şey buraya kadar göstərdiklərim mənim aktif olarak kullanmadığımlardır. Bir tane bunu aktif olarak kullanıram, bir de sponsor falan. Mənim aktif kullandıklarım burada şey var, organizer var, onun içindədir. Onları da göstərəcəm. Onların da içində əlinəcəklər var. O yüzden onları da seçəcəyik. Bunu heç kullanmıram. Bu anamın idi, sonra mənə verdi. Çox tünd bir glossdur mu, bilmirəm, rujdur mu, nədir? Lip glossdur, nude lip gloss. Ay konuşamadım lan. Nude lip glossdur yəni. Bunun markası Golden Rose yazıb, bilmirəm. Golden Rose herhalde. Sonra belə bir qapağı yenə qırılmış. Deyirəm mən də belə şeylər həmişə qapaq qırılır. Belə bir şey pudra var. Bu içində dolu üründür. Bacım kırmıştı bunu. Düzəltdim yenə. O şey taktik var idi. TikTok'da görmüşdüm. O yəni düzəltdim. Bu qalır. Çünki kullanmıram amma qalır. Çünki anam falan kullanıyor. Neyse bu kap bitti. Bu bomboştu artık. Burada aktif olarak kullanmadığım ürünler var idi. Onu qırağa koyuram. İndi isə keçirəm benim aktif olarak kullandığım şeylərə. Öncelikle bu ten var. Bu tenimi anamdan çalmışam. Düz anam kullanır ama çalmışam. Yani çok qəşəng tendir. Pigmenti çok qəşəngdir. Qoxusu çok qəşəngdir. Yani her şey çok qəşəngdir bu tenin. Bu kalıyor. Çok qəşəngdir. Anamdan fırlatmışam.
Sonra keçək. Mən belə bir fırça seti almışdım. Çox ucuz idi və çox qəşəng. Yəni fırçası nə tökülür, çox yumşaqdır. Düzdür, balacadır fırçalar, amma mənə yetir yəni. Belə bir şeydir. Özü güclüsü də var. Belə bir fırça setidir. Bunu kullanıram. Bu mənimlə devam edir təbii ki də. Bir dəqiqə. Mənimlə devam edir o. Sonra göstərir. Belə bir allıq var. Bu allığı əvvəllər çox aktiv olaraq kullanırdım, amma indi heç kullanmıram. İçindəkilər də qırılıb. Bilmirəm. Geçsinmi, qalsınmı bilmiyorum. Ama sanırım kalsın ya. Bəlkə çünki mənə fərqli allıqlar lazım olur. Əlim də buna baxın, ten falan hər şey qapqara oldu əlim. Ay, nə qədər kəsmişdim. Hə. Bu bəlkə cosplay makyajlarında lazım olar. Umarım da özüm cosplaydı falan. Bu arada yaxşı seçim umarım donmur falan. Telefonda bəzi problemlər var. Bu qalsın, lazım ola bilər. Belə bir highlighter var. Bunu da əvvəl aktiv olaraq kullanırdım. Sonra yenisini aldım deyə bu kaldı. İçində çox az qalıb. Bu geçsin. Az qalıb zaten içində. Sonra nəyə keçək? Belə bir allıq var. Bu allıq bitirirəm artıq. Çox az qalıb. Bitirib atım deyirəm. Amma qabı o qədər şirindir ki, bunu mən necə atmaq qıyacam bilmirəm. Buna baxın. Hello Kitty. Qabı çox şirindir. Bunu muhtemelen atmayacağım. Sizə başqa bir şey yapıb kullanırım herhalde. Çünki özündə şeyi var. Belə bir şeyi var. Çok qəşəngdir yəni. Bu kalsın hələ. Çünki hələ kullanacağım. Çünki ay, nə qədər çünki dedim. Bu allıq heç bəlli olmur o qədər də. Çox az pəmbəliyi verir. Ona görə də mən hələ də bunu kullanıram. Tam qutarsın. Ondan sonra bakarız başının çaresine artık. Sonra belə bir qaş sabitləyici var. Bunu anamdan fırlatmış. Açılır. Belə bir şeydir. Amma mən qaş sabitləyici heç kullanmıram. Yəni bu dəqiqə qarşımda qaş sabitləyici yoxdur. Çünki kullanmıram. Kullanmayı sevmirəm. Deyim, bilmirəm. Mənlik bir makyaj malzemesi deyil. Belə. Sonra mən belə bir güneş kremim və bu nə idi? Güneş kremindən BB kremdirmi? Yəni nəmləndiricidir həm də güneş kremidir də. Belə bir şeydir. Bunu seviyorum yani. İyi bir şey. İyi yani yaxşı şeydir. Bu da qalsın. Bizlə devam eləyir. Təbii ki də çünki çox seviyorum. Daha sonra baxaq görək burada nə var. Belə bir şey var. Bunda yeni kimidir. Düzdür yemişəm yəni, amma belə bir şey. Bakalım ne kadar kalmış. Bu kadar qalıb. Bu çox qəşəngdir. Çox sevirəm qoxusu falan. Çox bənlik bir şey. Bu da bizlə devam eləyir. Hələ də. Bu da qalsın. Sonra nə göstərim? Belə bir bunu da çox az kullanıram. Ümumiyyətcə belə bir şeylər, lip balmlar həyatıma girəndən sonra glossları heç kullanmamaya başlamışam, bilmirəm niyə. Belə bir glossum var idi. Burası qızardı. Görürsünüz ki, heç kullanmamışam. Yəni çox az kullanılıb. Ama əvvəl almışdım. Burası inanılmaz qəşəngdir. Yəni belə glossun dodağınızın vurursunuz şeyin üstünə, dodaq qələminin üstünə, rujun üstünə. İnanılmaz gözəl parlaqlıq verir. Belə çox xırda zəllər var içində. Çox qəşəngdir. Sonra belə bir şey var. Mən bunu heç kullanmamışam arkadaşlar. Görürsünüz ki, daşır. Yəni daşan bir üründür. Hər tərəfinə də yayıldı. Bu gidiyor. Çünki daşır yəni. Heç kullanmamışam. Heç bir dəfə iki dəfə ola bilər kullanmışam. Amma bitib çünki daşır yəni. Belə rujlar niyə ürətirlər mən bilmirəm. Sonra belə bir şey. Ay, buna o qədər zəhləm ki, sizə anlata bilmərəm də. Yəni qoxusu da pisdir. Belə aplikatoru da pisdir. Və rəngi də. Belə rəngi bilirsiniz zər-zərdir. Dodağa sürtür, yapış qalır dodaqda. Yapışdırır dodağınıza, bilirsiniz. Dodağınızı yapışdırır da. Ona görə bu getsin heç xoşlamıram. Bunu ben niyə almışam bilmirəm. Qıraqda qalmışdı bu dükkanda. Bacım alırdı mənə. Həmin gün dedi, seç alacağım bir dənə gloss. Mən də bunu seçdim ki, tint kimi hayal kurdum. Bu arada işıq az gəlir, işıq yandıracağım. Tint kimi düşündüm, amma tint deyil. Yəni bu çox iyrənc bir şeydir. Bu da gedir kesinlikle. Sonra taxdım. Bayaqda niyə taxmıram bunu bilmirəm, amma gözüm kör edir bu dəqiqə nəysə. Devam edirəm. Yadımdan çıxdı nəyə göstərmədim. Hə, belə bir tint var. Bunu təzə almışam. Bu çox qəşəng tintdir. Bu dəqiqə dodağımda da o var. Çox qəşəngdir. Məncə Kore dodaqları kimi eləyir. Bu qalır təbii ki də. Niyə gitsin yəni. Sonra belə bir allıq var. Mən allıq alıram, amma heç vurmam. Yəni bu dəqiqə allıq yoxdur. Sadəcə o bayaq göstərdiyim bu var. Bunu arada kullanıram. Başqa allıq kullanıram. Çünki bilmirəm niyə. Hər halda mən allıq insanı deyiləm. Çünki mən daha çox dark
siyah makyajlar sevirəm. Bu da ki, çox pəmbəlik katır, sürətimi canlandırıyor. Mən canlı sürət sevmirəm. Ona görə də bu qalır, amma yəni kullanmıram. Bəlkə cosplay maşınlarında kullanırım. Sonra bu da eyni vaxtda almışdım oyuna. Səsim getdi. Bunu da eyni vaxtda almışdım oyuna. Bu da çox qəşəng. Qoxusu falan çox qəşəngdir. Bunu da evdə olanda sürürəm. Bu da qalır. Sonra belə bir KitKatlı lip balm. Bunu çox az kullanmışam. Bunu da evdə olanda sürürəm. Dışarı yerində heç sürməmişəm. Bu da qalır. Çünki evdə sürürəm. Ay, kestim. Neyse. Sonra bu belə bir ruj var. Bu ruju heç kullanmıram. Bir də rəngim belə unutmuşam mən. Belə bir rəngi var. Amma rəngi qəşəngdir ya. Amma heç ruj kullanan biri deyiləm. Yəni mən ya tint kullanıram, ya dodaq qələmi, tint, bir də gloss, bir də lip balm belə kullanıram. Yəni ruj heç kullanmıram. Amma bəlkə lazım olar deyə qalsın. Çünki qoxusu və rəngi çox xoşuma gəlir bunun. Çox qəşəng bir rujdur, kalitəlidir. Sonra bu zaten gördünüz, bu təzə almışam, bu da qalır. Belə bir kapatıcı. Kapatıcının yazısı silinib. Bu bilmirəm, ideal idi. Neydi bunun markası yadımdan çıxıb? Yadımdan çıxıb sinifdir ya. Bunu da heç kullanmıram. Çünki rəngi koyu gəlməyə başladı və yapısını da sevmirəm. Kullanmıram, amma bilmirəm. Gitsin mi kalsın mı ya? 7'sini alacağım zaten kapatıcı. Amma ona qədər qalsın. Birdən çox yani bir vəziyyətdə lazım olar. Əslində kapatıcı da çox kullanmıram. Gözümü də çox kapatmıram. Çünki gözdəki o siyahlıq mənim xoşuma gəlir. Bilmirəm niyə. Telefon da əyri durur. Allah kahretmesin. Neyse. Çok əyri durur. Video əyri olmaz. Düzəlmir kamera. Bilmirəm niyə. O tarafa ağırlıq düşür. Herhalde ışığı koyduğum üçündür. Sonra belə bir rujum var. Glossum var. Bu mənim ilk glosslarımdan biridir. Yəni bu dərəcədə. Amma yaxşıdır yəni. Yaxşı qalıb. Bu əslində qutarmışdı. Sonra bunu kullandım. Bunu indi bacıma vermişim. Bu da ki dodağı hafif kızardı. Çok qəşəng bir şeydi. Ondan doldurmuşam içine bunu. Onu hələ də kullanmıram. Heç kullanmıram. Amma qalsın. Bəlkə lazım olur. Belə bir... Bunu çok ucuz almışdım. Yadımda değil ama ucuz almıştım da. Bunu da yapısını heç xoşlanmıram. İçi pütür-pütürdür. Pütür durur. Yəni dodaqda belə üstündə elə bir şey dodağın içində nəsə, dodağında nəsə xırda-xırda bir şeylər var kimi hiss edirsən. Ona görə də bu da gəlir. Kullanacağımı düşünürəm. Belə yəni baxım gözdən sevilir. Baxım nəsə qalsa onu da göstərim. Qalmazsa qalmadı. Bu qaldı. Bu da ki bunu özüm yapışdıracağım bu arada. Özüm düzəltmişdim bunu. Bu belə ki qapaq bir şeydir. Bu da anam almışdı. Anam mən özüm makyaj malzəməsi almaya da heç mənim sevmədiyim rənglər alırlar. Bu rəngi baxın yəni biraz şey bu neydi? Bundan da onlardan vurmuşam. Yadımdan çıxdı. Onlardan vurmuşam ki rəngi özünə gəlsin, amma rəngini daha da bərbad elədim. Bərbad idi zaten. Bu tərəfini heç kullanmıram, amma belə də qalsa yanmır ayaq üstə. Çünki bu tərəfini kullanıram, yəni glossdur. Görürsü rəngi dəyişib kullanmaqdan. Bunu qalsın, çünki o tərəfini kullanmıram, amma o tərəfi kullanıram deyə əyri durması qalsın deyə deyirəm. Seçirəm, eləyirəm. Belə dostlar. Pişirdiyim duxu falan var, amma onları göstərmirəm. Çünki bu dəqiqə hardadılar bilmirəm. Onlara 2 saat axtarmağa heç hayım yoxdur. Belə bu qədər şey bitirmişəm, bitirməmişəm, qalır, gedir, belə bir şey. Videomuz belə idi. Umarım bəyəndiniz. Məncə yaxşı video oldu. Çox konuşmalı falan video oldu. Əgər belə videoların davamını istəyirsinizsə, paltarlarımı da eləyə bilərəm, getsin, qalsın. Nə bilim, belə videolar çəkə bilərəm yəni. İstəyirsinizsə yorumlara yaza bilərsiniz. Videoyu bəyənib like atmağı, bəyənmədən like atmağı işləyirdi. Amma onları eləməyi unutmayın, abunə olun. Ki, kəşfədə çıxaq. Bu aralar kəşfədim bayağı kapanıb. Çünki videoları gecə-gecə atıram maalesef. Əgər mənə aid, məndən bilmək istəyən suallar varsa, onları da yorumlara yaza bilərsiniz və yaxud da deyə bilərsiniz ki, sual-cavab videosu çək falan. Çünki mən bilim ki, izlənəcək, sualı yazacaqsınız, ondan sonra o videonu çəkim. Yoxsa bir sualla video çəkimi olmaz, yəni. Sual-cavab videosu istəyirsinizsə yaza bilərsiniz. Başqa videolar da istəyirsinizsə yaza bilərsiniz. Mən çəkərəm sizin üçün. Sizləri sevirəm. Özünüzə çox yaxşı baxın. Bay bay.
until the end. Yeah.